Bəzi xəstəliklər göz simptomları ilə başlasa da, hər zaman göz xəstəliklərinə aidiyyəti olmur. Bu xəstəliklərdən biri də hipofizin adenomasıdır. Xəstəlik tədricən başlayır, xəstələr görmə sahəsində olan daralmalardan, həmçinin rəng duymada pozulmalardan və mərkəzi görmədə müəyyən qeyri-spesifik şikayətlərdən şikayət edirlər. Müayinə zamanı görmə sinirində hissəvi atrofiya, həmçinin görmə sahəsində daralmalar aşkarlanır. Xəstə MRT müayinəsinə göndərilir və əgər xəstədə hipofizin adenoması aşkarlanarsa, artıq bundan sonraki müalicə üçün neyrocərraha müraciət olunur. Xəstə bizə gəldikdən sonra biz MRT-də baxırıq, hipofiz adenomanın ölçülərini dəyərləndiririk. Bundan sonra əməliyyatla mı ya müalicə ilə mi davam edəcəyimiz aydın olur. Ən çox narahat edən baş ağrılarıdır, görmənin zəifləməsi, bulanıq görmə. Adətən xəstələr deyir ki, elə bil ki, pərdə var gözümün üstündə və yaxud yan tərəfi görmür, məcburdur başını çevirsin baxmaq üçün. Bunlar hipofiz adenomanın simptomlarından biridir. Qeyd edeyim ki, bu əməliyyatları biz bu günləri endoskopik üsulla həyata keçiririk. Bu üsulla beynə daxil olmadan o törəməni aradan götürürük. Görmə sinirləri çox həssas bir sinirlərdir. Buna görə də xəstə nə qədər tez həkimə müraciət eləsə, o qədər də tez və uğurlu nəticə ala bilər.